Novruz sadəcə bir bayram deyil. O həm də yeni ilin, dostluğun, səmimiyyətin, mehribançılığın bayramıdır. Təsadüf deyil ki, məhz Novruz bayramında ziddiyyətlər aradan qalxır, küsənlər barışır və yeni dostluqlar yaranır. Novruz həm də bəşəri bir bayramdır və 2009-cu ildə Mehriban xanım Əliyevanın sərləri sayəsində həm də UNESCO-nun qeyri-maddi mənəvi irsi siyahısına daxil edilmişdir. Yəni həm də dünyəvi və bəşəri bayramdır. Bir həkim olaraq öz adımdan bütün pasientlərimizi, bütün izləyicilərimizi Novruz bayramı münasibətindən təbrik edirəm. Əlbəttə ki, vəzifəm gərəyi hər kəsə ilk öncə sağlamlıq və can sağlığı arzulayıram. İnşallah yeni ildə hər kəs sağlam olsun, heç bir xanım süd vəsini itirməsin, qadınlarımız xoşbəxt olsunlar, nişanlı qızlarımız xeyrlisi ilə ailəsini qursunlar. Ən əsası hər birimizin arzuları ilə imkanları üst-üstə düşsün və qəlbimiz daim yeni arzularla, yeni ümidlərlə coşub daşsın və çiçəklənsin. Heç bir xanım süd vəsini itirməsin, hər birinizin bayramı mübarək olsun.